Uşaq birinci gündən heç ana südünü çoxları heç istifadə eləmir. Hamısı yenə də marketlərdə, apteklərdə satılan uşaq qidalardan istifadə olunur. Onları kim istehsal edir? Həmin beynəlxalq imperialistlər. O 50 il bundan qabaq biz uşaqkən qaçanda inəklərdən elə altından elə südü sağıb içirdik. İndi kim onu eləyir? Marketlərdə bir dənə də düzəməlli qatıq yoxdur. Hamısı paraşokdan, cürbəcür tozlardan hazırlanmış bir məhsullardır. Təbii heç bir məhsul yoxdur. Uşaqlar nə ilə qidalanır? Hansı vasitələrlə qidalanır? Bədəndə onların immuniteti bəs eləyirmi ki, o hər bir uşaqda, böyükdə, hər bir zaman yaranan o şiş hüceyrələrinə qalib gəlsin? Nəyin hesabına onlar qalib gəlsin? Daxili ahənglik pozulubdur. Burada psixoloji bir tərəfdə qalsın. Psixoloji həmən evdəki o əhval-ruhiyyə, o dedikodular və digər məsələlər, onlar da hamısı uşağın öz mənliyi yoxdur. Ona görə də o valideynlərin və ailənin əhval-ruhiyyəsində və ab-havasından yaşayır. Əgər biz böyük bir insanda, deyək ki, yetkin bir insanda, 18 yaşlı sonra insanda düşünürük ki, bu artıq ayrıca bir vəhdət bir şəxsdir və onun artıq özünü analiz ediriksə, körpə uşaqları biz vəhdət bir şəxsiyyət hesab edə bilmərik. O hələ valideynlərlə bir çox şeylərlə bağlıdır, emosional və s. və ona görə də uşaqlarda olan xəstəliklər ailədə və valideynlərin olan problemlərindən dolayısı gəlir.